Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videomda sizlərlə növbəti Novruz xonçamı paylaşacağım. Ümid edirəm videom sizlərin də ürəyincə olacaq. Öncədən izləyən, yorum yazan hər kəsə təşəkkür edirəm. Bəzən vaxtında cavablandıra bilmirəm, üzrlü hesab eləyin. Baş qarışıqdır, tələsirəm ki, Novruza qədər bütün səbətlərimi, xonçaları və kiçik suvenirləri sizinlə paylaşım. Bu dəfə səbətimizi kötü üzərində hazırlayacağım. Bu kötüyü mən satışdan əldə eləmişəm, amma özünüz də kəstirə bilərsiniz, yaxud da istənilən ölçüdə satışdan əldə eləyə bilərsiniz. Daha sonra üzərinə uyğun çim kəsirik, yaxud da çimi yapışdırıb kənar hissələrini daha sonra kəsə bilərsiniz. Yəni elə olduqda daha rahat olur. Təxmini ölçünü çıxardıb bir hissəni yapışdırın ki, çim tərpənməsin. Daha sonra hissə-hissə yapışdırmaq daha asandır. Mən hər dəfə kəsdikcə biraz altına qaldırıram, ya əlimlə təxmini yerini bilirəm. Bu formada kəsmək mənə daha rahat gəlir. Yenə də seçim sizin. Daha sonra kötüyün kənarından mən budaq yapışdıracağım. Yəni səbətin üzərində istəyirəm ki, budaq asılı formada qalsın. Ona görə istənilən formada sadə budaq yapışdırıb üzərini bəzəyə bilərsiniz. Və budağı yapışdırandan sonra kənarına da bir neçə odun yapışdıracağım ki, daha möhkəm olsun. Bu formada bərkidirik. Əlavə olaraq odunun da üzərinə belə sim budağı var. Böyük güllərin budağıdır. Üzərinin güllərini istifadə eləmişəm. Belə simləri saxlayıram ki, lazım olur. Ağacın üzərindən onu doladım. Və bir də üzərindən belə tumurcuq budaqlar var satışda. Çox vaxt çələng üçün istifadə olunur, çələng zamanı. Mən onun iki budağın üzərindən doluyuram. Həm daha möhkəm olmağı məqsədi ilə, eyni zamanda tumurcuq özü gözəl görünür. Yəni yazı xatırladan əsas atributlardan biri qaranquş və digəri tumurcuqdur mənim üçün. Və 2 ədəd quş yuvası var. Hər dəfə quş yuvalarını hazırlayırdım mən. Samandan hazırlamışam, quru çayır otdan hazırlamışam. Bu dəfə hazır formasını satışdan əldə elədim. Bu formada quş yuvalarını alıb səbətlərinizi bəzəyə bilərsiniz. Quş yuvasının birini budaqdan asacağım dekor olaraq. Digərini isə elə səbətin özünə yapışdıracağım. Hər tərəfindən, yəni 4 tərəfdən simmetrik olaraq həsir ip bağlayıb yapışdırırıq daha doğrusu. Daha sonra budağa yapışdıracağım. Üzərini zövqünüzə uyğun kiçik budaqlarla, yarpaqlarla bəzəyə bilərsiniz və yaxud da kiçik çələng formalı güllər var, metrə ilə satılan budaqlar var, yəni hazır çələng formalı yarpaqlar, çələng formalı güllər var. Onlardan da istifadə edib budağın üzərini bəzəyə bilərsiniz. Yəni bu sizin tamamilə zövqünüzdən asılıdır. Bu narları istəsəniz satışda budaq formasında da əldə edə bilərsiniz, yaxud da belə tək-tək də satılır.
Daha sonra xonçanın üzərini bəzəyəcəm. İlk öncə belə milli suveniri yapışdıracağım. Kosa keçəl, yumurta döyüşdürür. Çox sevdim bu heykəli, çox gözəldir. Zövqünüzə uyğun istənilən heykəli satışdan tapa bilərsiniz. Yəni hər formada milli dekorlar var. Əlavə olaraq güllər və kiçik budaqlar yapışdıra bilərsiniz. Bu kisələri satışda hazır formada əldə edə bilərsiniz və yaxud da həsir parça alıb özünüz tikə bilərsiniz. Digər səbətlərdə mən kisələr tikmişəm və üzərinə milli lent yapışdırıb daha da gözəlləşdirə bilərsiniz. Səbətimizə bir neçə belə kiçik gül budaqları yapışdırmaq istəyirəm. Bu formada satılır. Budağın aşağı hissəsini bu formada əydim. Çünki istəyirəm səbətə iki hissədə yapışsın. Həm kötüyün üst hissəsinə, yəni çimən hissəsinə, həm yan hissəsinə. Yəni bir var budaq təkcə bir tərəfdə yapışır. Bir də var iki tərəfdən daha möhkəm kley tutur. Mənim Novruz xonçam hazırdır. Videomuzu izlədiyiniz üçün təşəkkürlər. Od çərşənbəsi münasibətilə hər birinizi təbrik eləyirəm. Sağ olun, növbəti videolarda görüşənədək. Kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.